Tanınmış jurnalist, Real TV-nin rəhbəri Mirşahin Ağayev uşaq pulu ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrə sərt reaksiya verib. O, yazıcı Kamal Abdulla və deputat Günay Ağamalının açıqlamalarına görə sosial şəbəkələrdə hədəfə alınmasını tənqid edib. Mirşahin bildirib ki, rəqəmsal platformada fərqli fikir bildirən şəxslər təhqir və təzyiqlərlə üzləşir. Onun sözlərinə görə bəzi sosial şəbəkə istifadəçiləri uşaq pulu mövzusunu publisist müzakirə predmetinə çeviriblər. Real TV-nin rəhbəri qeyd edib ki, Azərbaycanda qlobal əhəmiyyətli tədbirlər keçirildiyi bir vaxtda sosial şəbəkələrdə bəsit və aqressiv müzakirələrin aparılması narahatlıq doğurur. Bu iki şəxsdən biri cəmiyyətdə, ailədə qadın rolu haqqında danışıb, o biri isə xüsusilə publisistlərin gündəmini zəbt edən uşaq pulu mövzusuna toxunub. Və dərhal da hər iki şəxsə sosial şəbəkələrdə linç qurulub. Doğub törəyib sonra da pulumu verin deyə qışqırmayın, deyə Mirşahin bildirib. Hörmətli Mirşahin müəllim, son zamanlar işlətdiyi ifadələrə görə gündəm olan siyasi xadimlərin, millət vəkilinin və yazıcısının tərəfini saxlayaraq onların təhqirə məruz qaldığını deyirsiniz. Bəs sizin bu ifadələr Azərbaycan xalqı üçün təhqir deyil, doğub, törəyib, sonra da uşaq pulu deyə qışqırmayın demək bir Azərbaycanın belə deyək də zamanında güya xəbərləri dəqiq və qərəzsiz xəbərlər çatdıran ANS-in rəhbəri üçün nə dərəcədə düzgündür? Və deyirsiniz ki, ictimai qınağa səbəb olub. Bəli, ictimai qınağa səbəb ola bilər. Bəs Günay Ağamalı deyəndə ki, uşaq pulu verilsə, valideynlərdə tənbəllik yaranacaq. Bu, atalar üçün, analar üçün təhqir deyil idi. Bəs Günay Ağamalı deyəndə ki, sosial yardımlar verilməsi üçün bir o qədər də çətin şərtlər tələb olunmur deməyin özü nə idi? Düşünürəm ki, siz Azərbaycan xalqını dövlətə qarşı və hakimiyyətə qarşı qıcıqlandıran insanların mövqeyini saxlamışsınız və bu düzgün deyil. Sizin bu sözləriniz şəxsən birbaşa az təminatlı ailələr üçün və çox uşaqlı ailələr üçün birbaşa təhqirdir, doğub törəyib, sonra da uşaq pulu deyə bağırmayın, qışqırmayın demək birbaşa təhqirdir. Mən bunu belə qəbul edirəm. Ola bilər indi zamanında sizin haqqınızda və bəzi məmurlar haqqında sərt tənqid edən, çıxışlar edən bir qazini, adını çəkmək istəmirəm, öz Real TV-nizdə güya özlüyünüzdə yıxıb sürüdünüz.